Heydər Əliyev Fondunun diabetli uşaqlara ən yüksək qayğı layihəsi çərçivəsində növbəti dəfə ölkədə 18 yaşınadək olan şəxslərə şpris qələm formalı insulin preparatlar təqdim olundu. O biri lantusdan istifadə edəndə hər gün 2-3 dəfə vururduq da. İndi bu Trisibanın bir dənə yaxşı bir əhəmiyyət, yaxşı bir şey var ki, yəni ki, gündə bir dəfə də vura bilərik, yəni 48 saatdan da sonra vura bilərik. Heydər Əliyev Fonduna təşəkkür edirik ki, yəni bu iynə ilə bizi qəti təmin elədi. Çox sağ olsunlar. Çünki hər dəfə uşağı bir neçə dəfə, belə deyim, lori desək deşməkdənsə, barmağını və yaxud da ki, qollarını, ayaqlarını deşməkdənsə, indi bir gün ərzində bir dəfə olur və yaxud da ki, bir gündən bir də vura bilərik. Yəni, bunun ən yaxşı keyfiyyəti bundan ibarətdir, həm də ki, parçalamağı yaxşıdır. Şekerimi ölçürəm, aşağı olanda şirin bir şey yeyirəm, qalxanda da iynəm vururam. Mən böyüyəndə də doktor olacağam. 9 yaşlı Ayxan Əliyev şəkərli diabetdən əziyyət çəkən və Heydər Əliyev Fondunun diabetli uşaqlara ən yüksək qayğı layihəsindən faydalanan uşaqlardan biridir. Fondun xalqımızın genofondunun qorunması, gələcək nəslin sağlam böyüməsi üçün atdığı mühüm addımlardan biri olan bu layihə 2004-cü ilin dekabrında mütəmadi həyata keçirilir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində vafil dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Şəkərli diabet çox böyük bir problemdir. Dünyada da artır, Azərbaycanda da. Heydər Əliyev Fondu imkan yaradıb ki, biz bütün Azərbaycanda şəkərli diabetə tutulmuş uşaqlara verək ən yeni, amma ciddi bir yoxlamadan keçən insulini. Və bu insulin ne üçün yaxşıdır? Çünki o xeyli az verir hipoglikemik vəziyyətləri sutka ərzində. Şəkərli diabetdən əziyyət çəkən 10 yaşlı Əziz Əliyev də Heydər Əliyev Fondunun onu təmin etdiyi insulinlərdən razılıq edir. Livemir 2 dəfə vururduq, indi bir dəfə vurduğuma görə çox az ağrıyıram və rahat olur. Yatmadan əvvəl vurulduğuna görə ağrısı çox hiss olunmur. Əslində tük kimi bir şeydir, heç ağrımır. Layihə çərçivəsində yalnız insulin verilmir. Bütün həkimlərin səyi nəticəsində həm valideynlər, həm uşaqlar özünə nəzarət birliyinə cəlb olunmuşdular. Bunların diabet haqqında bilikləri, özlərini necə nəzarət etmək lazımdır. Bunlar hamısı bu biliklərə nail oldular. Dünyada, eləcə də ölkəmizdə ən çox yayılan xəstəliklərdən biri şəkərli diabetdir. Azərbaycanda bu xəstəliyin artım tempi 12% olsa da, bəzi inkişaf etmiş ölkələrdə 15-18%-dən çoxdur. Südabə Cahangirli, Urfan Əliyev, Elçin Tağıyev xəbərlər.